sallallahu aleyhi ve sellem Efendimizin mübarək mücəllah fakir ruh tayyibələrine, alının, əsrarına, əhl-i beytinə, tüm məşəri zevil ikramlasına, arva tayyibələrine, bir cümlə keçmişlərimizin ruhundan şad olmaq üçün, xeyirlərin fəthi, şərlərin dəfi, söhbətimizin feyzi bərəkət üçün, dinimizin, imanımızın, millətimizin, məmləkətimizin səlaməti üçün, xəstələrin şifası, dərdlərin davası, borçların ədası üçün, Zəngəzur koridorunu açılaraq, Turan məhkûrəsinin gerçəkləşməsi üçün və xüsusən Allah rızası üçün bir Fatihə-i Şərifə, 3 qul vallahu oxuyaq, Lilləh Teala'l-Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Çok kıymetli kardeşler, öncelikle Allah'ın salamı, bereketi, mağfireti sizlerin ve bütün ümmet-i Muhammed'in üzerine olsun. Amin. Allah Teala'ya sonsuz hamd senalar olsun ki bugün de yine söhbət saatinde burada bir araya gelebildik. Lütfüleyen Rabbimize şükürler olsun. Osman hocamızın Kur'an ve sünnet ikliminden cihana əks edən en güzel miras kitabından başlamıştık. Devam edirik. Rabbim xeyirli istifadeler nəsib eyləsin. Mənəvi miras isə ölüm keçidində məcburən əl dəyişdirən bir qiymət deyildir. O, aktarıldıqca bərəkətlənən, yəni çatdırıldıqca bərəkətlənən, sahibinə və buraxdığı varisinə həm dünyada, həm bərzaq qəbir aləmində, həm də qiyamət və məhşər günündə fayda təmin edən gerçək bir xəzinədir. Bizim bir müəllim var idi. Deyirdi ki, sənin bir yumurtan var, mənim bir yumurtam var. Mən yumurtamı sənə verdim, sən yumurtamı mənə verdin. Bizim neçə yumurtamız oldu? Yenə bir yumurtamız oldu. Amma sən bir hekayə bilirsən, mən bir hekayə bilirəm. Sən hekayəmi anlattın, mən hekayəmi sənə anlattım. Biz neçə hekayə bildik? 2 hekayə bildik. Maddi şeylərdə yer dəyişəndə artım olmur. Amma mənəvi şeylərdə paylaşıldığı zaman artım olur. Övladlar fani olan böyüklərinin maddi varlıqlarına onların vəfatı ilə bərabər özlüyündən mirasçı olurlar. Lakin mənəvi qiymətlərin intiqalı, ötürülməsi özlüyündən gerçəkləşməz. Bunun üçün xüsusi bir qeyrət, tərbiyə və təhsil gərəklidir. Məsələn, Həzrət İbrahim övladını namaz qıla bilməsi üçün onu Kəbənin olduğu yerə aparmış və belə dua etmişdir. Rəbbim, məni və zürriyyətimi namaz qılanlardan eylə. İbrahim surəsi 40-cı ayət. Yəni, bir ata evladının namaz qılanlardan olması üçün dua eləyir. Rabbic'alni muqimes salati və mən zürriyyəti. Yəni, evladının namaz qılanlardan olması üçün atanın duası, bir peyğəmbər duası yəni. Bir peyğəmbər evladının namaz qılanlardan olması üçün dua eləyir. Biz də o şəkildə dua eləməmiz lazım. Ya Rabbi, evladımı namaz qılanlardan eylə. Ulul azm bir peyğəmbər belə iltica ilə Allaha yalvararkən bizim necə olsa qılar, bir şəkildə öyrənir, zamanla alışır kimi təsəllilərlə övladlarımızın namaz həssasiyyətini dərd edinməməyimiz heç doğru olurmu? Yəni, qoy həvəsini alsın, böyüyəndə qılar. Bir valideyn evladını sabah namazından durmursa, ən cinayətkar valideynlərdən birisidir. Yəni, sabah namazını qaldıracaq. Qoy üşüməsin, qoy yatsın, yuxusunu alsın. Balam, ağac yaş genəlir. Da hindi sən durquzmalısan bunu, sonra durquza bilməyəcəksən. Ağac yaş genəlir. Balaca yaşdan alışdırmalısan. 7 yaşından alışdır. 10 yaşına gəlib artıq hələ qılmırsa, tozunu alıb alacaq. Səhabədən bir misal. Ənəs bin Malik radiyallahu anh aralarında oğlu Əbu Bəkirin də yer aldığı bir topluluğa bir hədis-i şərif nəql etdi. Ardından oğlu Əbu Bəkirə çevrilərək şəfqətlə belə dedi. Balam, bu hədisi əzbərlə. Şübhəsiz bu hədis bir xəzinədir. Yəni, cəmiyyəti anladır, bir də söylür, oğlum, bu hədisi əzbərlə, bu bir xəzinədir. Yəni, öz evladına xahişləyir. Yəni, balam, buna sahib çıx, bu bir xəzinədir. Onlar bütün diqqət və iştiyaqları ilə bu müqəddəs mirasın gələcək nəsillərə çatdırılmasına qeyrət etdilər. Çünki İslama xidmət və qeyrətlər
Allah Resulü'nün mirasına bir başqa ifadə ilə əmanətinə sahib çıxmaqdır. Efendimiz sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Sizə 2 əmanət buraxıram. Onlara möhkəmcə sarıldıqca yolunuzu heç çaşmazsınız. Bu əmanətlər Allahın kitabı Qur'an-ı Kerim və onun Peyğəmbərinin sünnəsidir. Yəni Allah Resulü bizə açıq aydın ki, sizə 2 əmanət buraxacaq. Bunun təbliği üçün, bunun mühafizəsi üçün, bunun insanlara çatdırmaq üçün çalışırsansa Allah Resulü mirasına sahib çıxmış olsun. Yox, mənə nə deyib keçirsənsə, o zaman mirası nə qayrı xəyanətləmiş olur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Qur'an və sünnə mirasına sahib çıxanların dəlalətə düşməyəcəklərini, yəni hidayətdən sapmayacaqlarını müjdələyir. Çünki mənəvi miraslara hasbəlqədər nail olduğu halda qiymətini bilməyən və ziyan edənlər də vardır. Zamanımızda ən şənaatli zülümlərinə şahid olduğumuz Yahudilər Tövrata və necə Peyğəmbərin mirasına qovuşmuşdular. Fəqət daha sonra o müqəddəs əmanətə xəyanət etdikləri üçün zalimlardan və qəzəb-i ilahiyə uğrayanlardan oldular. Bir ümmətə nə qədər, bir millətə nə qədər Peyğəmbər göndərirlər. Musa aleyhisselam, Davud aleyhisselam, Yaqub aleyhisselam ilə xeyli Peyğəmbər göndərilir. Zəkəriya aleyhisselamı mişarla böldülər, düşdülər yəni. Yollarını azdılar, Peyğəmbər göndərilir. Yollarını azdılar, Allah Peyğəmbər göndərilir. Hristiyanlar Hz. İsa'nın İncilinə varis idilər, fəqət onlar da daha sonra şirkə düşmək, şəriəti rafa qaldırmaq, bütpərəst Romaya boyun əymək surəti ilə müqəddəs mirasa xəyanət etdilər. Dəlalətə düşənlərdən oldular. Demək ki, sadəcə mirasçı olmaq yetməz. Bu müqəddəs mirasın qiymətini bilmək və gərəyincə mühafizəsinə qeyrət etmək lazımdır. Bir gün heyvanlar topalaşırlar, bir maralı ovlayırlar. Ayı deyir ki, canavara, qurt qardaş, payımızı böl, yiyək. Qurt da boynun yoğun yerini özünə götürür. O birisi budu verir tülkiyə, o birisi budu verir çaqqala, həm uşaqlarla da. Ayın xoşu gəlmir bu bölgədən. Qavarqa səsi ayızda qalır. Birisindən bu pəncəsindən qurdun başının dalından bir dənə belə. Bir pəncə, vuran kimi göz çıxır, şu qabanı ölür. Bu səfər dönür tülkiyə. Adı üstündə da tülki. Tülki qardaş, payımızı böl, yiyək. Tülki də götürür, budun birinə verir ayıya, o birisi budu götürür, verir aslana, o birisi boynu yoğun verir şirə. Bu qavırğadan azdan da tülkiyə, çaqqalız da öz aralarını bölüşdürür. Ayın xoşu gəlir. Əlin belə çiynini toxundur, deyir ki, afərin, afərin. Bu pay bölməyi kimdən öyrəndi? Deyir ki, gözü çıxmış qardaşımdan. İndi bizdən öncəki ümmətlərdə görürsünüz da, gözü çıxmışlar, nə ardılar? Mirası sahib çıxmadılar. İndi biz bu Quran və sünnəyə sahib çıxmalıyıq ki, onların vəziyyətinə düşməyək. Demək ki, sadəcə mirasçı olmaq yetməz. Bu müqəddəs mirasın qiymətini bilmək və gərəyincə mühafizəsinə qeyrət etmək lazımdır. Nəfsinə zülm edənlərdən deyil, ortada qalanlardan deyil, xeyrata qoşanlardan, xeyir işlərə yürənlərdən olmaq lazımdır. Bizə əmanət edilən bu müqəddəs mirası zayi etməmək və onu əsli safiyyət, yəni təmizlik və bərraqlığı ilə gələcək nəsillərə çatdırmaq əbədi səadətimizi əlaqədar edən ən böyük məsuliyyətimizdir. Deyə bilərik, mən mühəndisəm, mən nə qarı bilərəm ki, Quran və sünnənin nətəri şey bilərəm ki. Öncə, o birisi deyər, mən sürücüyəm, mən nə qarım, mən nə inə bilərəm. O birisi deyir, mən satıcıyam, mən nə qarım, mən sənətim deyil. Bu dini gələcək nəsillərə çatdırmaq imamların, müəzzinlərin vəzifəsi deyil. Bu dini gələcək insanlara çatdırmaq hamımızın vəzifəsi. Sən daş kəsənsən, gözəl daşı kəs, Quran kəlimi öyrənib, götürüb hədis-i şərif öyrənib, oxuyub, bir yanındakı dükana anlatmaq çətin şey deyil ki. Bir söhbət düşəndə deyirsən ki, Allah Resulü aleyhissalatü vesselam buyurmuşdu ki, sizin ən xeyriniz Quranı öyrənən və başqalarını öyrədəndir. Nə olsun satıcısan? Göründəki yan dükanda bir
Ramazan ayı yaxınlaşanda, qardaş, Ramazan ayı gəlir, oruç tutmaq lazımdır. Allah Quranda buyurur ki, sizdən əvvəlki ümmətlərə oruç fərz qılındı kimi sizə də fərz qılındı. Sən də oruç tutsan inşallah, yəni, müsəlman oruç tutmaq lazımdır. Təşviq eləyirsən. Sonra deyirsən ki, təravih namazına gedək bərabər. Axşam filan yerdə görüşək, bərabər gedək mi? Yəni, din hamımız tərəfindən çatdırılmalıdır gələcək nəsillərə. Yəni, sadəcə imamın və yaxud da müəzzinin və yaxud da xocanın kimisə boynun borcu deyil. Bu, hamımızın boynun borcudur. Elə bilir ki, sadəcə imam anlatmalıdır. Yox, hər kəs dilin döndüyü qədər, qabiliyyəti qədər. Kimisində üsük qədərdir bilgi, kimisində fincan qədərdir, kimisində ləyən qədərdir, kimisində 200 litrik borca qədərdir, kimisində daha ucu-bucaq yoxdur, dəryalar qədərdir. Hər kəs öz nisbətində, öz gücü nisbətində anlatacaq. Bu dünyadan axirətə göndərdiyimiz hər şey bizim cürbəcür məşəqqətlərlə topladığımız, burada yığışdırdığımız isə dünyanın və mirasçılarınındır. Bu dünyadan axirətə göndərdiyimiz hər şey bizim. Yəni, öncədən buradan axirətə göndərdiyimiz hər şey bizimdir. Cürbəcür məşəqqətlərlə topladığımız şeylər isə mirasçılarındır, gerdə qalanlarındır. Nə verdinsə əlinlə, o da gedər səninlə. Gerdə qalan sənin deyil, öncədən göndərdiyin sənindir. Əbu Hüreyrə radiyallahu anhdan gələn bir rəvayətə görə buyurulur. İnsan öldüyü zaman mələklər nə gətirdi deyə soruşarlar. İnsanlar isə nə buraxdı deyərlər. Gerdə nə buraxdı? Mələklər deyərlər nə gətirdi? İnsanlar deyərlər nə buraxdı? Nə qoyub yeyib? Əbu Zər radiyallahu anh deyir ki, bir malda 3 ortaq vardır. Birincisi mal sahibi, yəni sən. İkincisi qədərdir. O xeyirmi, yoxsa fəlakət və ölüm kimi şərmi gətirəcəyini sənə soruşmaz. Üçüncüsü mirasçıdır. O da bir an öncə başını yerə qoymanı, yəni ölməni gözləyər. Ölüncə malını alar, aparar. Sən də hesabını verərsən. Əgər gücün çatırsa, sən bu 3 ortağın ən acizi olma. Yəni, 3 dənə malında ortaq var, yəni. Biri sənsən, ikincisi qədər, üçüncüsü də mirasçı. Bunların içində ən aciz deyilsən olma. Yəni, mirasçı nə deyəcək? Bir an önce olsaydı, xəşliyardıq, dağdardıq, paylayardıq. Cenab-ı Hak yenə miras məhfumunu xatırladaraq xəsislik edənləri belə xəbərdar edir. Sizə nə olur ki, Allah yolunda infaq etmirsiniz? O isə göylərin və yerin mirası Allahındır. Hədis surəsi 10-cu ayət. Yerin və göyün mirası Allahındır. Yəni, hər şey kimi Allaha dönəcəkdir. Elə isə malı Cenab-ı Hakkın əmr etdiyi yerə sərf etməmək nə qədər mənasızdır və axmaqcadır. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem Efendimizin evinə bir gün qurban kəsdirir Allah Resulü. Evə gətir, deyir ki, bunu paylayın. Akşam olub gəldiyi zaman evə Ayşə namazdan soruşur. Ey Ayşə, nə qaldı? Deyir ki, ya Resulullah, bir kürək sümüyü. Xaricində hamısını payladıq. Bizə bir kürək sümüyü qaldı. Desənə deyir, bir kürək sümüyü xaric, hamısı bizə qaldı. Bir kürək sümüyü xaric, hamısı bizə qaldı. Yəni, Allah Resulü bizə nə təlqin edir, nə vermiş isə o bizimdir, yəni. Bu aspektdən baxan, bu tərbiyədə yetişən Davud-u Tayi Həzrətlərinin tələbəsi bir gün önünə ət xörəyi gətirir. Qızardılmış bir ət xörəyi. Davud-u Tayi Həzrətləri bir yeməyə baxır, bir tələbəsinin üzünə baxır. Deyir, filan yetimlərdən nə xəbərtər var? Deyir, əfəndim, bildiyiniz kimi. Deyir, evladım, bu yeməyi götür, apar onlara ver. Tələbəsi də əziyyət çəkir, yemək hazırlayır, istəyir ki, hocası yesin. Əfəndim, siz də xeyli vaxtı ət yemirsiniz, ət yeməyi yemirsiniz. Buyurun, siz yiyin. Biz onlara da yenə şey eləyərik. Evladım, götür bunu, apar onlara ver. Biz yer isə biraz sonra dışarı çıxacaq, çölə çıxacaq. Amma o iki yetimi yersə, ərş-i əlaya çıxacaq. Baxış aspekti yəni. Biz yer isə biraz sonra həlaya gidəcək. Onlar yersə ərş-i əlaya çıxacaq. O yana olmaq lazım. Yerin və göyün mirası Allahındır. Elə isə övladların bu dünyada istifadə edəcəyi ruzi də
verecek, ruzini de verecek Allah-u Teala'dır. İnfaktan uzak durarak veya hırs göstererek bu ruzini artırmak mümkün değildir. Zahiren artmış gibi görünse de bereketi verecek yine Cenab-ı Hak'tır. Yani çok çalışmakla çok kazanmak olur. Çok çalışmakla kazansaydı kamuoyu kişiler hamısı zengin olar. Hamı yatanda onlar səhət iş başındadırlar. Yani ruzi Allah'ın elindədir. Bunu belə bilmək lazım yani. Rəzzakın arkasında olmaq lazımdır. Ruzinin değil, Rəzzakın. Ruzini Allah göndərecək. Şeyh Sədi rahmetullahi aleyh ibrətlik bir hadisə nəql edərək övladların ruzi və qədərinin çox olduğu, çox fərqli təcəlli edə biləcəyinə hər sahədə maddi deyil, mənəvi mirasa əhəmiyyət verilməsi gərəkdiyinə diqqətimizi belə çəkir. Vaxtı ilə Şamda bir fitnə çıxmışdı. Hər kəs köşəsindən ayrıldı. Oxumuş kənd uşaqları sultanlara vəzir oldular. Əksik ağıllı vəzir uşaqları isə dilənmək üçün köylərə getdilər. Atanın mirasını mı istəyirsən? Sən əsil onun elmini öyrən, çünki onun parasını, pulunu 10 gündə xərcləyə bilərsən. Xülasə, maddi miras fanidir, mənəvi miras isə əbədi zənginlikdir. Yəni, ataların qəşəng bir sözü var, yönlü oğul neynir ata malını, yönsüz oğul neynir ata malını. Yəni, əgər bu Ömər bin Abdüləziz rahmetullahi aleyh 5-ci Rəşid xəlifə adlanan ona deyirlər ki, evlatlara mirasa buraxmadığında deyir ki, əgər onlar salih kimsələrdirsə mala ehtiyacları yoxdur. Səfeh kimsələr olacaqsa onlara zaten miras buraxmağa dəyməz. Yəni, Allah Resulü nə buyurur aleyhissalatü vesselam? Heç bir valideyn evladına gözəl əxlaqdan daha üstün bir miras buraxmamışdır. Heç bir valideyn evladına gözəl əxlaqdan üstün bir miras buraxmamışdır. Yəni, ən üstün miras gözəl əxlaqdır. Mal 45 saniyə içində, bir dəqiqədə deyil, 45 saniyə içində yox olabilir. Gölcükdə 99-cu ilə bir zəlzə oldu, 45 saniyə içində, 45 saniyə davam elədi. Zəngin adam evsiz eşiksiz vəziyyətinə gəldi. Maşını olan yerə batdı, maşını getdi. Səltənət batdı, getdi. Bir ədyala möhtac vəziyyətdə qaldı. Amma əxlaq elə deyil. Əxlaq hər zaman səndəndir. Əxlaq hər zaman səndəndir. Resul-i Ekrem sallallahu aleyhi ve sellem buyurur. Heç bir ata uşağına gözəl əxlaqdan daha xeyirli bir miras buraxmamışdır. Rəvat Tirmizi. Balalarımıza verə biləcəyimiz ən mühim mirasımız onların axirət aləmini qurtarmağa yönəlik qeyrətlərimizdir. Övladların İslamiyyəti ibadət, muamilat, yəni bəşəri münasibətlər və uqubatı ilə, əhkamı ilə və əxlaqı ilə öyrənmələrini təmin etmək hər valideynin vəcibəsidir, vacib əməlidir. Bu vəzifəyə göstərilən ehtimam, diqqət, müminin Cənab-ı Haqqa, Kəlamullaha və Resulullah Efendimizə olan məhəbbətinin nişanəsidir. Yəni, Allah Resuluna, Allaha, dinə, imana nə qədər məhəbbətimiz varsa, o qədər evlatlarımızı bu tərəfə istiqamətləndirəcəyik. Bu istiqaməti yetişdirəcəyik. Heç kəs özünü allatmasın. Allaha canım qurban deməklə olmur. Yəni, sənin gündəmində nə qədərdirsə din, iman, Peyğəmbər, Allah məhəbbəti, o qədər evladı bu istiqamətdə istiqamətləndirəcək. Bunun heç kəs o yan boyuna allatmasın. Bu vəzifəyə göstərilən ihtimam, yəni diqqət, müminin Cənab-ı Haqqa, Kəlamullaha, Allahın kəlamına və Resulullah Efendimizə olan məhəbbətinin nişanəsidir. Allah-u Teala'nı sevən, onun kitabı olan Qur'an-ı Kərimi də çox sevər və övladının Qur'an təhsilinə əhəmiyyət verir. Bu cümləni bir də oxuyaq. Allah-u Teala'nı sevən, onun kitabı olan Qur'an-ı Kərimi də çox sevər və övladının Qur'an təhsilinə əhəmiyyət verir. Bu da əncə özümüz Qur'anı öyrənməklə olur. İbn Haldun'un sözünü keçən vəzlərimizdə demişdik, bu gün də təkrarladıq. Evlatlarınızı tərbiyə etməyə çalışmayın. Çünki onlar sizi təqlid edirlər. Siz özünüzü tərbiyə etməyə çalışın. Yəni, bir valideyn özü Qur'an-ı Kərim oxuya bilmirsə, evladını nə qədər təşviq eləsə, yarıyamalıq olacaq. Öncə özü öyrənəcək, sonra
fincanda olan suyu da ikram edecek ki, ala evladım sen de iç. Boş fincanla ikram olunur. Sen Kur'an-ı Kerim öğrenmemişsense evlada tələb eləməyə üzün yok yani. Təsir etmez yani. Fəxri Kainat Əfəndimizə məhəbbətin nişanəsi onun əmanətlərinə, onun müqəddəs mirasına sahib çıxmaqdır. Bu qayəyə vüslat yolunda bir nəbzə xidməti olması üçün bu əsəri qələmə aldıq. Hira, Sevir və Vəda xutbəsinin